Yaşınızı demək olarmı? Məncə Firzə xanım Qızım deyil yaşımı. yaşını Mən gizlədənlərdən deyil. Mənim balamsan, sən mənim doğmamsan, bacımın balasısan, öz balamsan mənim. Çox Dey sağ olun. qızım. Firzə xanım, 71 Ayşən. yaşda bu səsin təravətini qorumaq, bu nəfəsi qorumaq, yəni olduğun kimi olmaq, heç dəyişməmək, hər şeyə rəğmən dəyişməmək. Bu nə gözəldir. Mən böyüklərimizdən həmişə eşitmişəm ki, istər xanım, istəyir bəy, fərq etməz. Yəni mən sənin rəhmətli nənəndən də bu şeyləri görürdüm, eşidirdim. Hərdən mənə deyirdi, qoy, yaxşı yemək pişirmişəm. Doğrudur. Yəni, o yeməkdən də Nənəm yesin, yedizdirməmiş sonra heç getsin. kimi baxmazdı, necə yadınızdadır? Deyərdi ki, uşağa iyi dəyəri, qoy, onun özü sevdiyi yemək, bilirdi ki, mən hansı yeməkləri çox sevirəm. Yəni, mən o xanımlara baxa-baxa, evdə öz anama baxa-baxa, sonra o güclü xanım olmağı ki, heç kimə əyilməsin, yıxılan kimi həmən dursun. Bəlkə də bu şücaətə mənə Azərbaycan xanımları öyrətdi. Müəllimlərim, dünyasını dəyişən müəllimlərim, həyatda olan müəlliməm Ceyran xanım Aşımova çox böyük xanımdır. Ondan çox şey öyrənmişəm. Bugün Ceyran xanım da öz yaşına görə təravətini 91 yaşı var Ceyran 91 yaşı var. Bugün də müsahibə ondan alanda Gözəldir. öz məntiqi, öz sözü, öz mövqeyi ilə sözünü deyən sənətkarımızdır. Çox. Allah can sağlığı versin. Bəli, o da istisnadır. Yəni, bu xanımları görə-görə mən böyüdüm və ən əsas çalışdım onları qoruyub, çərçivədə saxlayım ki, onlar çərçivədən kənara çıxıb birdən yolu azarlar. Yəni, o dumanın içinə girməsinlər. Hə, demək ki, Ona görə. Demək ki, insan öz-özünü hər zaman redaktə eləməlidir. Hər İnsan zaman. öz-özünün Hər səhvini, gün. düzünü mütləq Bəli, düzəltməlidir. bəli.